Salam əziz şagirdlər, biz sizinlə bugün keçən ilin buraxılış imtahanına düşmüş sualların izahına baxacağıq. Birinci sual. Birinci sualda mərkəzi 3-10 nöqtəsində olan və 3-8 nöqtəsindən keçən çevrənin tənliyini göstərin deyir. İlk öncə biz çevrənin tənliyin düsturunu yazsaq. Çevrənin tənliyin düsturu x minus a kvadratı üstə gəlsin y minus b kvadratı bərabərdir r kvadratı şəklindədir. Biz ilk öncə r-i tapsaq, yəni radiusu tapsaq, r bərabərdir kök altında x2 çıxılsın x1-in kvadratı üstə gəlsin y2 çıxılsın y1-in kvadratı. Yəni bu şəkildədir. Burada r bərabərdir kök altında x2 çıx x1 gördüyümüz kimi 3 çıxılsın 3 eləyir 0. Yəni 0-ın kvadratı da 0 olduğundan 0 üstə gəlsin. Y2 çıxılsın y1. Y2-miz 8-dir, y1-imiz 10-dur. Yəni 8 çıxılsın 10 eləyir -2. -2-nin də kvadratı olacaq 4. Deməli r bərabərdir kök altında 4, oradan da alırıq 2. Deməli bizim çevrəmizin radiusu olacaq r bərabərdir 2. İndi çevrənin tənliyini yazsaq, A və B də mərkəzin koordinatlarıdır. X minus 3-ün kvadratı üstə gəlsin y minus 10-un kvadratı bərabərdir r kvadratımız da, yəni r-imiz 2-dir, onun da kvadratı 4. Deməli cavabımız olur x minus 3-ün kvadratı üstə gəlsin y minus 10-un kvadratı bərabərdir 4. O da eləyir E variantı. Keçək ikinci suala. İkinci sualda y bərabərdir 3x minus 7 və y bərabərdir 5x minus 13 düz xətlərinin kəsişmə nöqtəsinin koordinatlarının hasilini tapın deyir. Burada kəsişmə nöqtəsi deyirsə, yəni biz bu koordinatları bərabərləşdirəcəyik. 3x minus 7 bərabərdir 5x minus 13-ə. Buradan alırıq ki, 2x bərabərdir 6-ya, x bərabərdir 3-ə. X-i 3 aldıqda, burada yerinə qoysaq, y bərabərdir 3 vurulsun 3, yəni 9 çıxılsın 7, y-imiz də olacaq 2. Koordinatlar hasili də 3 vurulsun 2 bərabərdir 6 şəklindədir. Yəni bizim burada cavabımız olur 6. O da eləyir Y variantı. Deməli, əziz şagirdlər, keçək 3-cü suala. 3-cü sualda 5 x kvadratı minus 2x bərabərdir 125 tənliyinin kiçik kökünü tapın deyir. 5 x kvadratı minus 2x bərabərdir 5 3 yazırıq. Burada qüvvətləri bərabərləşdiririk. Yəni x kvadratı minus 2x bərabərdir 3-ə. X kvadratı minus 2x minus 3 bərabərdir 0-a. Biz bunu diskriminantla həll edə bilərik. Amma kiçik ədədlər olduğu üçün hasili -3, cəmi isə əks işarələri ilə b-yə bərabərdir. Yəni 2 olan ədədləri tapsaq, bu eləyir 3 -1. Deməli, bizim tənliyimizin kökü 3 və -1-dir. Ən kiçik də olur -1. Yəni 3-cü sualın cavabı olur A variantı. Keçək 4-cü suala. 4-cü sualda loqaritmə 3 əsasdan 5-də 9 üstə gəlsin loqaritmə 3 əsasdan 5 ifadəsinin qiymətini tapın deyir. Deməli, belə bir loqaritmik ifadədə loqaritma, yəni əsaslar eynidirsə 3 əsasdan 5-də 9 vurulsun 5 şəklində yazırıq. O da bərabərdir. Loqaritmə 3 əsasdan eləyir 9. Loqaritmə 3 əsasdan 9 da bərabərdir 2-yə. Yəni cavabımız olur 2. Y variantı. Keçək 5-ci suala. 5-ci sualda kürənin radiusunu necə dəyişmək lazımdır ki, həcmi 8 dəfə artsın. Deməli, kürənin həcm düsturunu yazsaq, kürənin həcm düsturu V bərabərdir 3-də 4 pi r kubuna. Deməli, bizə deyir ki, radiusu necə dəyişmək lazımdır ki, həcmi 8 dəfə artsın. Deməli, biz radiusu 2 dəfə artırmalıyıq ki, həcmi 8 dəfə artsın. Çünki burada düsturda r kubudur. Yəni cavabımız olur D variantı. Keçək 6-cı suala. 6-cı sualda 3, 4, 5 çoxluğunun elementlərindən rəqəmləri təkrarlanmayan neçə müxtəlif iç rəqəmli ədəd düzəltmək olar deyir. Deməli, bizə təkrarlanmayan deyirsə, biz burada permütasiyadan istifadə edəcəyik. Yəni permütasiya 3-dən 2
bərabərdir 3 faktorial bölünsün 3 minus 2 faktorial, yəni 1 faktorial yazacağıq. O da bərabərdir. 3 faktorialı yazırıq. 1 vurulsun, 2 vurulsun, 3 bölünsün 1. O da bərabərdir 6. Deməli bizim cavabımız olacaq 6. O da olur A variantı. Keçək 7-ci suala. 7-ci sualda iki perpendikulyar müstəvinin birindən 5 sm, digərindən isə 12 sm məsafədə yerləşən nöqtədən bu müstəvilərin kəsişmə xəttinə qədər olan məsafəni tapın. İki perpendikulyar müstəvi çəksək, yəni belə bir şey çəksək, bir nöqtə götürək, bura olsun A nöqtəsi. Deyir, A nöqtəsindən müstəvinin birinə qədər olan məsafə, bura qədər məsələn olan məsafə 5 sm, digər tərəfinə qədər olan məsafə isə 12 sm olarsa, bu nöqtədən müstəvilərin kəsişmə xəttinə qədər olan məsafə, yəni A nöqtəsindən bura qədər olan məsafəni tapın deyir. Yuxarı 12 sm-dirsə, burada olacaq 12 sm. Deməli, biz burada görürük ki, burada düzbucaqlı yaranır. Düzbucaqlı üçbucaq yaranıb. Düzbucaqlı üçbucağın katetləri 5, 12-dirsə, hipotenuzu olacaq 13 sm. Yəni, düsturda S kvadratı bərabərdir A kvadratı plus B kvadratına. Biz S kvadratını axtarırıq. Yəni, hipotenuzun kvadratı bərabərdir katetlərin kvadratı cəminə. Katetimizin biri 5-dir. 5-in kvadratı 25 üstə gəlsin. Digəri 12-dir. 12-nin kvadratı 144. Yəni, S kvadratı bərabərdir 169-a. S də bərabərdir 13-ə. Bizim cavabımız olur C variantı. Keçək 8-ci suala. 8-ci sualda bizə deyir bu çoxadlinin vuruqlarını ayırın. İlk öncə yazırıq ki, x kvadratı minus y kvadratı vurulsun A minus B-yə. X kvadratı minus y kvadratında x minus y vurulsun x plus y şəklində yazacağıq. Yəni, x minus y vurulsun x plus y vurulsun A minus B. Deməli, bizim vuruqlarımız bu şəkildə olur. O da olur B variantı. Deməli, bizim cavabımız olacaq B variantı. Keçək 9-cu suala. 9-cu sualda sinus kvadratı x bərabərdir 1 tənliyini həll edin deyir. Deməli, biz sinus kvadratı x bərabərdir 1-i 1 minus kosinus kvadratı x bərabərdir 1 şəklində yaza bilərik. Buradan da çıxır ki, kosinus kvadratı x bərabərdir 0-a. Deməli, kosinus kvadratı x bərabərdir 0-dırsa, deməli, kosinus x bərabərdir 0-a. Kosinus x də 0-ı pi böl 2-də alır. Yəni, x bərabərdir pi böl 2 plus pi k şəklində olacaq. Yəni, cavabımız olur B variantı. Keçək 10-cu suala. 10-cu sualda bizə 0,3 bölünsün 0,15 çıxılsın, 20-də 13 bölünsün 0,26 ifadəsinin qiymətini tapın deyir. Deməli, biz ilk öncə 20-də 13 kəsrini onluq kəsrə keçirik. O da olur 0,65. İfadəni yazsaq, 0,3 bölünsün 0,15 çıxılsın 0,65 bölünsün 0,26 bərabərdir. Birinci kəsrimizi 0,3-ə bölsək, bu eləyir 1 bölünsün 0,5 çıxılsın. İkinci kəsrimizi bölək 0,13-ə. 0,65-i 0,13-ə böləndə eləyir 5. 0,26-nı 0,13-ə böləndə eləyir 2 bərabərdir. Birinci kəsrimizin qiyməti 1 bölünsün 0,5 bərabərdir 2-yə. 2 çıxılsın 5 bölünsün 2 deyilir 2,5 bərabərdir. Bizim cavabımız olur mənfi 0,5. Yəni, o da eləyir C variantı. C variantı. Keçək 11-ci suala. 11-ci sualda 3 üstə gəlsin x kiçik bərabərdir 7 bərabərçiliyinin natural halləri cəmini tapın deyir. Biz bunu yazırıq. X kiçik bərabərdir 7 minus 3. X kiçik bərabərdir 4-dən. Yəni, həlləri cəmi də 1 üstə gəlsin 2 üstə gəlsin 3 üstə gəlsin 4 şəklindədir. Və o da bərabərdir 10. Deməli, bizim burada olur cavabımız C variantı. Keçək 12-ci suala. 12-ci sualda 300 ədədinin 40%-ni tapın deyir. Yəni, biz 300 ədədinin 40%-ni tapmaq üçün 300-ü 40-a vururuq, 100-ə bölürük. Cavabımız eləyir 120. O da olur D variantı.
Keçək 13-cü suala. 13-cü sualda tam səthinin sahəsi 150 kvadrat santimetr olan kubun bir üzünün diaqonalını tapın deyil. Kubun tam səthinin sahə düsturu S bərabərdir 6A kvadratıdır. Deməli 6A kvadratı bərabərdir 150-yə. A kvadratı bərabərdir 25-ə. A bərabərdir 5-ə. Deməli bizim kubumuzun tərəfi 5 santimetrdir. Kubun bütün üzləri kvadrat olduğundan, deməli kubun üzü kvadrat olduğu üçün bunun tərəfi olacaq 5 santimetr bütün tərəfləri. Bir üzün diaqonalını soruşanda burada olur düzbucaqlı üçbucaq. Bərabər yanlı düzbucaqlı üçbucaq yaranır. Bu diaqonal isə bu nə olur? Hipotenuzu. Bərabər yanlı düzbucaqlı üçbucağın hipotenuzu katetlərinin kökdə 2 mislinə bərabərdir. Yəni diaqonal olacaq 5 kökdə 2. Bizim cavabımız burada olacaq B variantı. Keçək 14-cü suala. 14-cü sualda A plus 1 bölünsün A bərabərdir 3 olduğunu bilərək A kvadratı plus 1 bölünsün A kvadratı ifadəsinin qiymətini hesablayın deyir. Biz bizə verilən bu ifadəni kvadrata yüksəldək. A kvadratı üstə gəlinsin 2 vurulsun A vurulsun 1 bölünsün A üstə gəlinsin 1 bölünsün A kvadratı bərabərdir 9-a. A kvadratı üstə gəlinsin 2, üstə gəlinsin 1 bölünsün A kvadratı bərabərdir 9-a. A kvadratı plus 1 bölünsün A kvadratı bərabərdir 9 minus 2-yə. A kvadratı üstə gəlinsin 1 bölünsün A kvadratı bərabərdir 7-yə. Deməli bizim burada cavabımız olur 7. Keçək 15-ci suala. 15-ci sualda bizə 3 kök altda 32 üstə gəlsin 4 kök altda 18 vurulsun kökdə 2 ifadəsinin qiymətini hesablayın deyir. Deməli 3 kök altda 32-ni yazaq 16 vurulsun 2 üstə gəlsin. 4 kök altda 18-i yazaq 9 vurulsun 2 kimi vurulsun kökdə 2. Deməli 16-dan kök 4 çıxır. Yazırıq 3 vurulsun 4 kök altında 2 üstə gəlsin 4 vurulsun 9-dan kök çıxır 3 4 vurulsun 3 kökdə 2 vurulsun kökdə 2 3 vur 4 eləyir 12 12 kökdə 2 üstə gəlsin 12 kökdə 2 o da eləyir 24 kök altında 2 vurulsun kökdə 2 o da bərabərdir 24 vurulsun 2-yə o da bərabərdir 48-ə. Deməli bizim 15-ci sualımızın cavabı olur 48. Keçək 16-cı suala. 16-cı sualda alfa bərabərdir 16 dərəcə, beta bərabərdir 20 dərəcə və AMB qövsü bərabərdir 30 dərəcə olarsa qamma bucağının dərəcə ölçüsünü tapın deyir. Deməli bizə alfanı verib 16 dərəcə, betanı verib 20 dərəcə, qammanı bilmirik, AMB qövsü də 130 dərəcəyə bərabərdir. Deməli alfa 16-dırsa onun qarşısındakı qövs olacaq 32. Digər bura olacaq 40. Burada da qammadır. Bizə də qammanı tapmağımızı soruşur. Deməli, MB hissəsi də olacaq 2 qamma. Yəni, bunların cəmi bərabər olacaq 130-a. 72 plus 2 qamma bərabərdir 130-a. 2 qamma bərabərdir 58-ə. Qamma bərabərdir 29-a. Deməli, bizim 16-cı sualımızın cavabı olacaq 29. Keçək 17-ci suala. 17-ci sualda həqiqi əmsalda x kvadratı minus 6x plus m bərabərdir 0 kvadrat tənliyinin köklərindən biri x1 bərabərdir 3 minus 2 olarsa m parametrinin qiymətini tapın deyir. Deməli, gəlin bizə verilmiş kökü ifadədə yerinə yazaq, tənlikdə yerinə yazaq. Yəni 3 minus 2i-nin kvadratı çıxılsın 6 vurulsun 3 minus 2 plus m bərabərdir 0-a. 3 minus 2'nin kvadratını yazırıq. 9 çıxılsın 12i. Üstə gəlinsin 4i'nin kvadratı çıxılsın 18. Üstə gəlinsin 12i. Üstə gəlinsin m bərabərdir 0. Deməli, burada 12 ilər gedir. 9 plus 4i'nin kvadratı minus 18 plus m bərabərdir 0-a. I kvadratı bərabərdir mənfi 1-dir. Deməli, yazırıq 9 minus 4 çıxılsın 18 plus m bərabərdir 0-a. Deməli, m bərabər olur 13-ə.
Deməli, bizim 17-ci sualımızın cavabı bərabər olacaq 13-ə. Keçək 18-ci suala. 18-ci sualda tangens alfa plus tangens beta bərabərdir 8, tangens alfa plus beta bərabərdir -11-də 8 olarsa, tangens alfa vurulsun tangens beta hasilini tapın deyir. Deməli, tangens alfa plus beta ifadəsi bərabərdir, yəni tangens alfa plus beta bərabərdir. Tangens alfa plus tangens beta bölünsün, 1 çıxılsın, tangens alfa vurulsun, tangens betaya. Deməli, bizə şərtdə verilənləri yerinə qoysaq, tangens alfa plus betanı bizə verib -11-də 8. -11-də 8 bərabərdir, 8 bölünsün, 1 çıxılsın, tangens alfa vurulsun, tangens betaya. 8-lər ixtisar gedəcək, çarpaz vursaq, -1 plus tangens alfa vurulsun, tangens beta bərabərdir 11-ə. Tangens alfa vurulsun, tangens beta bərabər olacaq 12-yə. Deməli, bizim cavabımız burada olur 12. Baxaq 19-cu suala. 19-cu sualda sabit x km/saat sürətlə axan çayın sahilində 1 saat boyunca ardıcıl olaraq A, B və C məntəqələri yerləşir. Motorlu qayıq çayın axın istiqamətində A məntəqəsindən C məntəqəsinə gedib, sonra isə axının əksinə C-dən B-yə qayıdıb. AB bərabərdir 44 km olarsa, cədvəldə verilənlərə görə çayın axma sürətini tapın. Deməli, ilk öncə biz yolun düsturunu yazaq. Yolun düsturu S bərabərdir V vurulsun T şəklindədir. Bizə deməli AB-ni 44 verib, B-C-yə bir Y yazsaq. Qrafikimizin birinci hissəsində A-dan C-yə qədər olan məsafədə sürət və zamanı verib. A-dan C-yə qədər olan məsafəni biz işarə eləmişik 44 plus Y. Deməli, 44 plus Y bərabərdir 30 plus X vurulsun 4. Qrafikimizin ikinci hissəsində bizdə B-dən C-yə qədər olan məsafəni verib. Yəni Y-imizi. Y-imiz də bərabərdir. Düstura əsasən V vur T-yə əsasən 30 minus X vurulsun 3. Deməli, Y yerinə yazsaq 44 plus Y-imiz eləyir 90 minus 3X. 90 minus 3X bərabərdir 120 plus 4X-ə. Deməli, 7X bərabərdir 14-ə, X bərabərdir 2-yə. Deməli, bizim çayımızın axma sürəti olacaq 2 km/saat. Keçək 20-ci suala. 20-ci sualda rombun iti bucağı 60, kiçik diaqonalı 3 cm-dir. Rombun xarici oblastında olmaqla tərəfləri üzərində qurulmuş kvadratların sahələri cəmini tapın deyir. Deməli, romb çəkək. Rombun iti bucağı 60-dır. Kiçik diaqonalı da 3 cm-dir. Deməli, bura 60-dırsa, deməli, bunun rombun bütün tərəfləri bərabər olduğundan bu olacaq bərabər yanlı 3 bucaq. Bərabər yanlı 3 bucaqda təpə 60-dır. Daxili bucaqların cəmi 180-dir. 180-dən 60-ını çıxırıq, eləyir 120. Bu bucaqlar da bərabər olduğundan 120-ni də 2-yə bölsək, burada olacaq 60, burada olacaq 60. Deməli, bu bərabər tərəfli 3 bucaqdır. Bir tərəf 3-dürsə, bu tərəflər də olacaq 3. Xarici oblast üzərində qurulmuş kvadratlar belə. Bu da olacaq belə, bu da belə. Deməli, tərəfi 3 cm olan kvadratın sahəsi 9, 9, 9, 9. Yəni 4 vur 9 da eləyəcək 36. Bizim burada cavabımız olacaq 36. Keçək 21-ci suala. 21-ci sualda yeni il üçün hazırlanmış şam ağacının budaqları mərtəbələr şəklində düzülmüş və bu mərtəbələr yuxarıdan aşağıya doğru 1-dən 9-a qədər nömrələnmişdir. Mərtəbələrdəki budaqların sayı nömrələndiyi ardıcıllıqla ədədi silsilə əmələ gətirir. 2-ci və 8-ci mərtəbələrdəki budaqların sayı 18-ə, 9-cu və 5-ci mərtəbələrdəki budaqların sayları fərqi 8-ə bərabər olarsa,
ən alt mərtəbədəki budaqların sayını tapın deyir. Deməli, ikinci və 8-ci mərtəbələrdəki budaqların sayları cəmi 18-dir. Yəni, A2 plus A8 bərabərdir 18-ə. Yazırıq A1 plus D üstə gəlsin. A1 plus 7D bərabərdir 18-ə. 2A1 plus 8D bərabərdir 18-ə. A1 plus 4D bərabərdir 9-a. Yəni, A5-imiz bərabərdir 9-a. Yazaq ki, A5 bərabərdir 9 aldıq. Sonra deyək ki, 9-cu və 5-ci mərtəbələrdəki budaqların sayları fərqi 8-ə bərabərdir. Yəni, A9 çıxılsın, A5 bərabərdir 8-ə. A9 çıxılsın, 9 bərabərdir 8-ə. A9 bərabərdir 17-yə. Bizdən də ən alt mərtəbədəki soruşur. Ən alt mərtəbədə elə A9 olduğundan A9-u da 17 aldığımızdan cavabımız olacaq 17. Keçək 22-ci suala. 22-ci sualda ABC üçbucağında C 90 dərəcə və BC 8 cm, MNY nöqtələri isə uyğun olaraq AC, CB və AB tərəflərinin orta nöqtələridir. S, MNY 10 cm kvadratı olarsa AC tərəfinin uzunluğunu tapın deyir. BC 8-dir. N də orta nöqtədirsə, bura olacaq 4, burada olacaq 4. Deməli, burada bütün daxilində görürük ki, ABC üçbucağının daxilində 4 üçbucaq yaranıb. MNY 10 kvadrat santimetrdirsə sahəsi, onların 4-ünün də sahəsi bir-birinə bərabər olacaq. Yəni, bura 10-dursa, burada olacaq 10, burada 10-dur, burada 10-dur. Deməli, S üçbucaq ABC bərabər olacaq 40-a. Üçbucağımızın deməli sahəsi oldu 40. Düzbucaqlı üçbucağın da sahəsini tapdıqda onun sahə düsturu 2-də 1 vurulsun katetləri hasilidir. A vurulsun B. Deməli yazırıq 40 bərabərdir 2-də 1 vurulsun. Katetimizin biri 8-dir. Olsun 8. AC olsun B. Bilmirik. Burada vurulsun B. Deməli B bərabər olacaq 10-a. Deməli bizim AC tərəfimizin uzunluğu 10 cm-ə bərabər olacaq. Cavabımız olur 10. Baxaq 23-cü suala. 23-cü sualda perimetrləri cəmi 34 cm olan ABCD və CYFM paralelogramlarının diaqonalları bir düz xətt üzərindədir və AF bərabərdir 13 cm olarsa ABC və CFM üçbucaqlarının perimetrləri cəmini tapın deyir. AB-yə bir A deyək, AD-yə də B deyək. CY-yə desək bir C, CM-ə də desək bir D. Deməli, bizə şərtdə deyir ki, paralelogramların perimetrləri cəmi 34 cm-dir. Deməli, ABCD paralelogramının perimetri 2 vurulsun A plus B şəklində tapırıq. CYFM paralelogramının da perimetrini üstə gəlsin 2 vurulsun C plus D şəklində tapırıq. Deməli, bunların cəmi bərabərdir 34-də. A plus B plus C plus D bərabərdir 17-yə. Bizdən də nəyi soruşur? ABC və CFM üçbucaqlarının perimetrləri cəmini soruşur. Şəklə baxsaq, AB-yə A demişəm, BC-yə demişəm bir B-də, yəni AD B-dirsə BC də B-dir. CY C-dir, CM D-dir. Deməli, ABC üçbucağının tərəfləri olur A plus B plus AC üstə gəlinsə. Deməli, CFM üçbucağı olur. CF üstə gəlinsin. FM-ə bir C deyək, yəni C-yə C-dirsə, paralelogramın da qarşı tərəfləri bərabərdir. Onda FM də C-dir. FM, yəni C, üstə gəlinsin CM, yəni D ilə işarələmişik, bərabərdir. Biz burada görürük ki, AC ilə CF çıxsaq, A plus B plus C plus D-ni biz tapmışıq ki, 17-dir. Yəni, 17 üstə gəlsin AC plus CF. AC plus CF-i də şərtdə bizə verib 13. Yəni, AC plus CF elə AF-ə bərabərdir.
AF-imiz də 10 üstü. 17 üstə gəlsin 13 yazırıq. Bu da eləyir 30. Üçbucağımızın perimetrləri cəmi 30-a bərabərdir. Deməli 23-cü sualın cavabı olur 30. Baxaq 24-cü suala. 24-cü sualda şəkildə üzərində hərflər yazılmış 16 ədəd kart təsvir edilmişdir. Bu kartlar torbaya atılır və təsadüfi olaraq 3 kart torbaya qaytarılmamaq şərti ilə ardıcıl çıxarılır. Çıxarılan kartlardan birincisinin B, ikincisinin A, üçüncüsünün isə C hərfi yazılmış kart olması hadisəsinin ehtimalını tapın deyir. Deməli, bu torbada saysaq ümumi 16 kart var. Birincisi deyir B olsun. B hadisəsinin olma ehtimalı 16-da 8-dir. Yəni torbada 8 dənə B kartı var. Vurulsun. Biz B kartını çıxartdığımız üçün, torbadan biri getdiyi üçün burada 16 yox, torbada 15 kart qalmış olacaq. 15-də A-nı tapmağımızı soruşur. A 4 dənədir. Deməli 15-də 4. İkinci kartda getdiyi üçün torbada 14 qalacaq. 14 kart qalacaq. Üçüncüsü isə bizdən C-ni soruşur. O da eləyir 14-də 4. Bərabərdir. Deməli, bu getsə burada qalacaq 2. Deməli, cavabımız olur 4 bölünsün, 15 vurulsun 7. O da bərabərdir 105-də 4. Deməli, bizim 24-cü sualımızın cavabı olur 105-də 4. Baxaq 25-ci suala. 25-ci sualda hovuzu doldurmaq üçün istifadə edilən A kranından, boşaltmaq üçün isə istifadə edilən B kranından axan suyun miqdarının zamandan asılı qrafiki verilmişdir. Hər iki kran eyni zamanda açılarsa və 8 saat açıq qalarsa, həcmi 50 kubmetr olan boş hovuzun neçə faizi su ilə dolar? Qrafika baxsaq, qrafikdə bizə A kranının, yəni hovuzu doldurmaq üçün olan kranın 2 saat ərzində hovuzun 18 kubmetrini doldurduğu göstərilib. Deməli, A kranı 1 saat ərzində hovuzun 9 kubmetrini dolduracaq. B kranı isə, yəni hovuzu boşaltmaq üçün olan kran isə 3 saatda hovuzun 15 kubmetrini boşaldır. Yəni 1 saatda 5 kubmetrini boşaldacaq. Bizə də şərtdə deyir ki, bunlar eyni zamanda açıq qalsın və 8 saat açıq qalsın. Deməli, A kranı hovuzun 9 kubmetrini dolduracaq, B kranı isə 5 kubmetrini boşaldacaq. Çıxılsın 5. Bu 1 saat ərzində olandır. Biz bunu 8 saat ərzində olanı tapmaq üçün vuracağıq 8-ə. O da bərabərdir 32 kubmetr. Deməli, 8 saat ərzində hovuzun 32 kubmetri dolacaq. Bizə də deyir ki, həcmi 50 kubmetr olan boş hovuzun neçə faizi su ilə dolar? Yəni, demək istəyir ki, 32 50-nin neçə faizidir? Onu da tapmaq üçün 32-ni vururuq 100-ə, bölürük 50-yə. Bizim də cavabımız burada eləyəcək 64. Yəni, 25-ci sualın cavabı olacaq 64%.